şeytanın istədiyi kimi yaşayır, Rəhmanın istədiyi kimi deyil. Çünki növbəti ayədə Allah Teala buyurur ki: "İnnema yuridu şeytanu en yuqi'a beynakumul adavata vel bagda'a fil xamri vel meysar." Həqiqətən də şeytan sizin aranıza içki və qumarla düşmənçilik və ədavət salmaq istəyir. Və yasuddakum an zikrillahi və anis salati fəhəl entum muntahun. Və həmçinin şeytan sizi Allah'a zikr eləməkdən alıqoyur. İçki ilə, qumarla və ya da bu kimi şeylərlə. Və həmçinin sizi namazdan alıqoyur. Məyər buna son qoymayacaqsınız? Əgər insan bu kimi günahlara son qoymursa, o nə qədər desə ki, qəlbim təmizdir, yalan danışmış olur. Və həmçinin onun qəlbi təmizdir deməsə, bu günləri özün alladır. Et qarşısındakı özü kimi insanı allada bilməz onunla. Çünki ağıl sahibi bilir ki, haramlardan uzaq duran insanın qəlbi heç vaxt təmiz ola bilməz. Qəlb salih əməllərlə öz təmizliyini göstərir. Sən qiyamət günü Allahın qarşısına çıxarsan və deyəcəksən ki, ya Rəbbi, mən bu günahları eləmişəm, lakin qəlbim təmizdir. Görün, nə dərəcədə gülünc alınır. Və təsəvvür edin ki, sizlərdən biri, İraq sizlərdən bir insanı yol polisi saxlayıb. Və həmin insan da sərxoşdur, içkilidir. Və artıq o cihazla aşkar eləyəndən sonra ki, bu adam içkilidir, yol polisi onu düşürtmək istəyir avtomobildən ki, aparsın bunu polis idarəsində cərimə eləsin və s. onun üzərinə lazım olan hansı ki, o cəzalar var, onu tətbiq eləsin. Adam deyir ki, polisə, yox, məni aparma, içki içməyimə baxma. Əsas o ki, mənim qəlbim təmizdir. İnsan qəlbi təmiz olması onu sərxoşluqdan qurtarır və yaxud da o cəzadan azad eləyir. Əlbəttə ki, eləmir. İnsanın Allaha qarşı elədiyi suçları birincisi onun qəlbinin təmiz olmamasının əlamətidir. İkincisi, əgər bir insanın qəlbi təmizdirsə, o deməkdir ki, o insan ibadət etməli deyil. Yaxşı, onda ən qəlbi təmiz olan insan, Peyğəmbərimiz üzərinə Allahın salavatı və salamı olsa, hansı ki, körpə uşaq ikən, onun Cəbrail əleyhissalam qızıldan tasqa zəmzəm suyu gətirir, analığının evində qaldığı vaxtda onun köksün yarır, qəlbini çıxardır, yuyur zəmzəm suyundan qoyur yerinə. Hansı ki, hər bir insanın qəlbində olan o qara nöqtə onun qəlbində yoxdur. Ona görə onu hər kəs sevirdi. Qəlbi təmiz insan idi. Yaxşı, qəlb təmiz olmaqla kifayətlənirsə, Peyğəmbər sallallahu aleyhi ve sellem gecə gündüz namaz qılmaqdan topuqları qanıyırdı. Topuqları şişirdi, patlayırdı, çatlayırdı. Əksinə, qəlbi təmiz, həqiqi qəlbi təmiz olan insan ibadətlərdən doymaz. Həqiqi qəlbi təmiz olan insan haram şeylərə əl atmaz. Yaxşı da söz tapırlar, qəlbim təmizdir. Qardaş, qəlb nəyindən təmizlənir? Qəlb paltar deyil, onu ataq, paltar yuvan maşının içində yuvaq hər dəfə də qoyaq yerinə deyə qəlbimizi təmizlədik. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Adəm evladı hər dəfə günah etdikcə onun qəlbinə qara nöqtə düşür. Və hər dəfə günah etdikcə qara nöqtə düşür. Və günahlar çoxalır, artıq onun qəlbin qara pas bürüyür. Və ora artıq iman nuru daxil olmur. Xeyir daxil olmur. Çünki artıq o günahlarla paslanıb. Əgər Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyirsə ki, günahlar qəlbi pasladır, biz də deyir ki, yox, qəlbimiz təmizdir. Yəni günahlar paslatdığı qəlb başqa cür necə təmiz ola bilər ki? Bu mümkün deyil. Ona görə biz həqiqi özümüzü qul sayırıqsa, Allaha təslim etmiş sayırıqsa, mütləq qəlbimizi salih əməllərlə, Allaha inanmaqla, ona təvəkkül etməklə, onun qarşısında sığınmaqla, acizləşməklə, kiçilməklə, ehtiyaclarımızı ona ərz eləməklə biz qəlbimizi təmizləyə bilərik. Tövbə edib, istiğfar edib, keçmişdəki günahlarımızı tərk edərək, əks